olaraq da övladımın 3 yaşı olanda müəyyən onda artıq fərqlilikləri sezirdim. Amma bu qədər oxumağıma baxmayaraq, bu qədər özə belə haşiyəyə çıxım, mən övladıma artıq ana olmağımı biləndə, mən onunla hələ dünyaya gəlmədən belə danışırdım. Bütün o seçdiyim, yəni qulaq asdığım musiqilərə belə seçirdim də. Xüsusi özən göstərirdim, hazırlaşırdım ki, dünyaya övladım gələcək və s. və ilə axır. Təbii ki, onu ilk dəfə hiss eləyəndə ki, nəsə fərqlidir övladımda, bunu qəbullanmaq istəmirdim. Çünki bu məni özümdə səhv axtarırdım ki, mən neyi səhv elədim? Axı hər şey düz eləyirdim. Niyə belə oldu? Niyə mən və s. Yəni ilk vaxt sizdən də o diaqnozun o ilk belə deyək də işarələrini alanda dünyam sanki dayanmışdı. Bütün planlarım yox olmuşdu. Çünki mənim özümlə bağlı, övladımla bağlı artıq planlarım var idi ki, məktəbdə belə oxuyacaq, sonra bu olacaq, arzularımız var da. Bəli. Bütün valideynlərin övladlarla bağlı arzuları var. Çox çətin idi və hər saniyədə soruşurdum ki, özümə ki, görəsən mənim səhvim nədir? Mən bunu etməsəydim, bu olmayacaqdı. Mən bunu etməsəydim, bu olmayacaqdı. Amma belə deyək də, sonradan düşündüm ki, bu keçmişə bağlı qalıb da, mən bunu etməsəydim, mən o ilişib qalanda, mən övladıma kömək eləmirəm. Çünki o hiss eləyir məni. Neynəməliyəm? Özümə sual verdim. Tamam, bu durumla üzləşmisən, Günel, neynəməlisən? Sadəcə olaraq qəbullanıb, yolumuza davam eləyib, həyatımıza yenidən baxmalıyıq. Bir öyrənmə kimi artıq yanaşmağa başladım. Yenidən özümü öyrəndim, valideyn kimi, övladımı öyrəndim. Ona daha fərqli cür eşitməyi öyrəndim. Təbii ki, bunu edərkən tək etmədi də Günel. Yəni, burada mütəxəssislərin də dəstəyi oldu, başda siz olmaqla. Çünki siz və düzgün mütəxəssis əslində necə olur? Mənə görə necə olmalıdır? Uşağa dəstək olmaqla yanaşı, onun valideynlərinə də dəstək olmalıdır. İstiqamətlər verməklə və s.